Salamlar, ümid edirəm işləriniz qaydasındadır. Bugün sizlə bir yerdə biz Cambridge 19 test 2-ni işləyəcəyik. İlk olaraq əlbəttə ki, keywordləri seçməklə başlayırıq. Buradan seçdim. Daha sonrasında ikincini də eyni formada axtarıram ki, müəyyən edeyim. Deməli, what and Bolton idi keyword. Hələ ki tapa bilmədim. Yəqin ki gözümdən Word buradadır. Ha, bu hissədəymiş. Okey, müəyyən elədim. Daha sonrasında Power Steam deyir. Steam Powered deyir. Sonra Industrial Revolution deyir. Bu hissə olacaq. Daha sonrasında buradaki söz burada. Və son olaraq da demand for iron deyir. Increase deyir. Onudaki demand deyir, expand deyir və iron deyir. Bu hissədə olacaq. Və 7-də də çirkli olması pollution var burada. True false not given'ların da yerini tapaq. İşləmədiyim paragraflar üzərindən irəliləyəcəm. Məsələn, burada Britain's Canal Network və goods söhbəti var. Gedirəm axtarmağa. Goods. Bu hissədə tapıram. İkincidə, bunu zaten bayaq tapdığımız hissədə tapmışdıq. Burada görə bilərsiniz eyni zamanda. Və daha sonrasında. Bu arada bu burada da ola bilər, fikir verirsinizsə. Open the country deyir burada. Around the country. Around the country. Bu hissəni götürə bilərik. Daha sonrasında devam edirik 9-cu sualla. 9-cu sualda bayaq dediyimiz kimi smelting iron idi keywordümüz. Onu da burada tapmışdıq zaten. Smelting of iron deyirdi. William Cook deyir. Gedək onu axtaraq. Buradadır. Daha sonrasında economic benefits deyir. Economic output deyir. Sonra machines deyir. Skilled deyir. Weavers deyir. Gedirik bunları axtarmağa. Və burada da harda müəyyən edə bilərik bunu. Weavers buradadır. Daha sonrasında machines var burada. Bu hissədədir. Burada da bu ad olacaq keywordümüz. Bu da buradadır. Keyword deyəndə mətndə tapmağınız asan olan sözləri nəzərdə tuturam. Hamısının keywordlərini müəyyən elədiyimə görə ilk olaraq gap-filling sualları ilə başlayıram. One word only deyir. Sadəcə bir söz istifadə edə bilərəm. Cavab olaraq. Başlayıram birinci ilə. Görürsünüz bu adamın adı. The movement of the something was linked to. İndi was linked to-nun sinonimini axtarıram müəyyən qədər və yaxud da ki movement sözünü axtarıram. Was connected to, was linked to-nun sinonimidir. Movementin yerinə motion yazıb və the something, the article olmalıdır mətndə də qarşısında. Aha, piston olacaq. Mənim düzgün cavabım. Daha sonrasında davam edirəm ikinci sualla. İkinci sualı bu hissədə idi. A greater supply of something. Ofdan sonra article yoxdur. Ya cəm ya da uncountable bir ismə ehtiyacım olacaq ona görə də. Və greater supply of something deyir. Gedirəm supply sözünün sinonimini müəyyən etməyə çalışıram bu hissələrdə. Locomotive passenger between the ships. Okay, bu hissədə müəyyən edə bilmədim. Bu arada dediyim kimi uncountable ismə ehtiyacım olacaq. Supply yerinə demand yazıblar guys. Və olacaq call. Sayılmayan bir ismə ehtiyacım var idi və call. Burada da artdı sürətlə deyir. Əgər artdısa onda greater oldu da. Ona görə də burada call düzgün cavabımızdır. 3-də deyir ki, fikir verin at home and in something. İndən sonra article yoxdur. Ya cəm ya sayılmayan bir ismə ehtiyacım var. Gedirəm, bayaq bunun keywordunu tapmışdıq burada. Home, homes and workshops olacaq bizim. In var idi, görürsünüz in. Small workshops, amma sadəcə bir söz yaza bilərik deyə workshopsu düzgün cavab olaraq qeyd edirik. Not as much something. Muchdan sonra uncountable. As much, not as muchdırsa onda az olacaq nəsə. Nəsə az bir şeye ehtiyac duyuldu.
Ə, Buradan da keywords Jenny and Powerloom bunu götürə bilərik məsələn. Bayaq bunu axtarmadım niyəsə. Jenny and Powerloom burdadır. Mənim ehtiyacım var uncountable bir nouna. Ə, və az olan bir şey olmalıdır. Azı little-la əvəz ediblər. Was needed-in yerinə çox vaxt onsuz da yazırlar. Was required. Cavab olacaq labor. Davam edirik 5-ci sualla. 5-ci sualda better something, that was better something. Better daha yaxşıdır və müqayisə dərəcəsinə ehtiyacımız var. Bizim cavab bundan smelting of iron bu ərazilərdə bir yerdə olmalıdır. Better higher ilə əvəz ediblər fikir verirsinizsə. Higher nə? Quality. 6-cı suala baxırıq. The growth of the something. Nəyinsə inkişafından söhbət gedir gördüyünüz kimi. Və baxıram bu hissəyə. Görürəm in response to demand created by iron expand response. Aha, growth'un yerinə nə yaz? Baxın, D artiklıdır. D artiklımız var. The growth'un yerinə the expansion yazıblar. Genişlənməsi, inkişafı. Cavabımız olacaq railways. Və 7-yə baxırıq. The new cities were dirty, crowded. Yeni şəhərlər çirkli idi, izdihamlı idi və yetərli nə isə yox idi. Gəlirəm bu hissəyə elə pollution tapmışdıq. Yetərli olmayan, yəni çatışmırdı yetərli nə isə, yəni yetərli olmayan sanitation, sanitasiyası yox idi. Bunları bitirdiyimə görə artıq davam edə bilərəm true false not given suallarımla. Britain's Canal Network, gedirəm bunu axtarmağa. Deməli, Goods'u bayaq hardasa tapmışdım. Hətta demişdim ki, country də var burada. Gedim around the country. Burada fikir verin uşaqlar, more goods could be transported şəklində verib. Yəni, daha çox məhsul daşına bilərdi. Daha çox məhsul daşına bilərdi müqayisə dərəcəsindədir. Bu tipimi unutmayın. Əgər sualda müqayisə varsa, mətndə müqayisə yoxdursa, cavabımız not given olacaq. Onda gəlirəm bura və görürəm ki, open work quickly meet customer demand for, amma yəni daha çox mu, daha az mı verməyib. Ona görə də cavabımız olacaq not given. Ümumiyyətlə more olan bir sualı atırsınızsa not given atın, çünki əksər hallarda cavabımız elə not given olacaq. Keçək 9-cu suala. 9-da dedik ki, cost in the iron industry rose. Deyir ki, xərclər artdılar smelting iron'ın nəticəsində. Smelting iron da, indi mən baxıram xərc pul və görürəm ki, cheaper. Bu metod cheaper idi, yəni ucuz idi. Ucuz idisə, onda xərclər artmadı da, azaldı. Cavabım false olmuş olacaq. Burada William Cook və sair var idi. Bunu burada tapdıq. Baxın yenə more reliable. O deyir ki, Samuel Morse'un metodu, buradakı bunun metodu, bu ikisi metodundan daha reliable idi. Bunlar ilk telegrafi sistemi yaradıblar. Samuel Morse və digərləri də digər 10 versionları müəyyən edə bildilər. Cook və filan tez-tez istifadə olundu, tezliklə istifadə olundu falan, amma hansından daha reliable-dır, informasiya verilməyib. Yəni, yenə sualda müqayisə verilib, mətndə verilməyib deyə cavabımız not given olacaq. 11-də deyir ki, economic benefits of, okay, we're limited certain segment. Ekonomiki burada tapmışdıq onsuz da. Deyir ki, sənayələşmənin ekonomik faydaları limitlənib society-nin bəzi sektorlarına, yəni kasıblara, varlılara falan. Burada da deyir ki, bu artırdı ekonomik outputunu, ümumiyyətlə yaşam standartlarını, middle və upper classesin. Kasıblar hələ də əziyyət çəkməyə davam elədilər. Deməli, bəzi qruplara limitliymiş, cavabımız oldu true. Bəzi işçilər nə edirdilər? Qorxurdular ki, bu işlərini itirməyə gətirib çıxaracaq. Bunu indi hal-hazırda gedirəm, axtarıram. Machines. Aha, və işçiləri də axtarıram əslində. Məsələn, skilled bu sözü də axtara bilərəm. Industrialization bayaq baxmışdım. Okay. Aha. Deməli, görürsünüz ki, deyir ki, burada Weavers'i tapdım. Deyir ki, illərini xərcləmişdilər onlar bunu öyrənmək üçün və qorxdular ki, yəni heç bir bacarığı olmayan maşın operatorları onun işlərini belə deyək də oğurlayacaqlar. Yəni işlərini itirməkdən qorxdular, düzdür. Simpatiya var idi bunlara qarşı, hansılar ki, tutulub bu ərazinin yaxınlığında. Ərazini gedirəm tapmağa. Gedək görək hansı hissədədir. Burada. İndi
Okey, həm tutulub tutulmadıqlarına, həm də simpatiyanın olub olmadığına baxacağıq. Final which is peak. Peakinə çatdılar. Worship during attack. Bir neçə gün daha sonrasında onlar tutuldular. Okey, bunlar Avustraliyaya daşındılar. Amma like insanların ona qarşı simpatiyası haqqında heç bir data vermədiyinə görə burada da artıq cavabımız not given olacaq. Davam edirik part 2-də. Part 2-də var bizim bu tip sualımız, gap fillingimiz və uyğunlaşdırmamız. Həmişə tələbələrimə önərdiyim kimi bu sualı ilk olaraq analiz eləməlisiniz. Two chemical compounds deyir. İki kimyəvi compound. Minimizing the effects of stress. Nəsə strategiyalardır, hansı ki onlar stressin effektlərini azaldırlar. Sportsperson bir adamla, idmanla məşğul olan adamla danışmalıdır ki, o öz experience-indən danışsın da stres haqqında. Study results nəsə araşdırma olmalıdır. Stress responsları və performans arasındakı əlaqəni izah edən insanlardan bəhs eləmələri lazımdır. Kimlər ki, atletlərə belə deyək də influence edə bilirlər stres responslarına. Psixoloqlar falan filan olacaq yəqin ki. Bunlar mənim ağlımın bir köşəsində həmişə qalır. Mən digər sualları işləməyə davam edirəm. Başlayıram gap fillingimin keyword. Ümumiyyətlə bütün keywordlərimi müəyyən edirəm. Məsələn, burada əsas kortizol, risk, psixoloq və psixoloji texnik sözlərini axtara bilərəm. Elə ən asan tapılacaq söz məncə kortizol sözüdür. Ona görə də hal-hazırda kortizolu axtarıram. Bu arada axtararkən dangerous gördüm, hansı ki riskin sinonimidir. Yenə də kortizol axtarmağa davam edirəm. Oxumuram, sadəcə göz gəzdirirəm, guys. Başqa heç bir şey eləmirəm. Burada tapmadım. Kortizolu tapdım. Sonra indi psixoloq axtarıram. Tapdım. Psixoloji texnik sözünü axtarıram. Psixoloji skill deyir. Onu əlaqələndirə bilərəm. Daha sonrasında, bu da var idi. Okay. Bunun keywordlərini axtarıram. Emma deyir. Gedək Emma'nın harada olduğunu tapaq. Adətən işlənməyən paragrafda olur. Yadınızda qalsın. Ki, ilk paragrafda tapdıq. Buradaysa paragraf i-də olduğunu verib bizə. Tamamdır. Mən başlayıram favori sual tipim olan gap fillingdən. Okay, for example, coping with. Coping with mücadilə aparmaq, əlləşmək. The possible risk of something. Nəyinsə riski. Risk, danger, possible, potential. Daha sonrasında da deyir ki, konsernləri var və atlet deyir. Atlet də buradadır. Nəyin riski? Fikir verirsiniz, artikel yoxdur. Uncountable ya da cəm ismə ehtiyacımız var. Yaralanma hissindən qorxurlarmış bunlar. Kortizollar səbəb ola bilər tennis playerlərin produce eləməsinə daha az yaxşı nə bilim nə. Fear deyirsə, onda sayıla bilən və cəm ismə ehtiyacımız var. Keçdik kortizolu axtarmağa ki, kortizolu da burada tapdıq. Daha az yaxşı söhbətini axtarırıq hal-hazırda. Okey. Kortizol burada da var. Okey. Make worse. Worse daha pis deməkdir. Bu da daha az yaxşı deməkdir də. Düzdür uşaqlar? Ona görə də make də produce deməkdir. Və tennis playerlərdən danışır hal-hazırda burada. Ona görə də cavabımız decisions. Cəm isimdə xəmdə. Psixoloqlar deyir ki, positive feeling, bir positive feeling adı tapmalıyıq psixoloqlar hissəsində. Psixoloqlar burada positive feelingdəki excitement var. Burada isə bir psixoloji example tapmalıyıq. Bir example tapmalıyıq, hansı ki psixoloji bir texnikadır. Elə verib zaten such as o example verəndə, yəni is an example-ın əvəzinə əvəz ediblər. Vizuallaşdırma. Bu sırada burada oxuyarkən bayaq dedimi, onlara təsir edə bilən insanlar psixoloqlar ola bilər, düzdür? Bu paragrafa bir dənə tez göz gəzdirirəm. Deyir ki, pozitiv stres responsları promot oluna bilər dil vasitəsilə, koçlar və parentlər tərəfindən məsələn, yaxud da ki, psixoloqlar tərəfindən. Yəni, insanları bəhs edir də, kimlər ki, atletləri təsir edə bilər, düzdür?
Burada F. İşlədiyim paragrafların elə bil ki, cavablarını uyğunlaşdırıram. Sonra kortizoldan oxumuşdum müəyyən qədər. Stressli situation'da deyir ki, bizə həm production adrenaline və kortizola iki chemical compounddur, düzdürmü? Deyib. Başqa işlədiyim paragraf bu paragraf idi. Atletlər üçün deyir ki, unavoidable'dır stress. Faktorlar var, onlar bədənlər təsir edir. İki faktor var, demand, onlardan olan tələblər və resursları. Əgər onların demandləri onlardan tələb olunandan çoxdursa, artıq onlarda stress əmələ gəlir. Həm physical və mental ola bilər. Bu arada atletin kondision narahatlıqlarına, physical dangerlərə səbəb ola bilər. Resurslar isə sənin ability'ndir ki, bu demandlərlə nə qədər başa çıxa bilərsən. Burada confidence'in və sair daxildir. Yəni sən bunu nə dərəcədə idarə edə bilərsən falan filandan danışır. Baxaq. Strategiyalar. Guys, strategiya şey deyil. Bayaq oxuduq vizuallaşdırma. Yes, bu bir skilldir də, strategiyadır. Bunu buraya yazacağım. Bir sports person. Sports person oxumamışıq. Study. Burada yox idi. Yəni bu heç birinə uyğun gəlmədi. Keçirəm növbəti sual. Emma'ya baxıram. Deyir ki, asan deyil professional atlet olmaq. Deyir ki, nəinki physical deməkləri var, həmçinin onlar psixoloji pressure ilə də üzləşirlər competition zamanı. Məsələn, British tennis playeri Emma öz sosial mediasında özünün çəkilməsi 2021-dəki turnamentin çəkilməsi haqqında yazır. Turnamentdə yaxşı oynayırmış, amma difficultyləri olub bunun nəfəsini və s. idarə edəndə. Bu da sonradan əlaqələndirilib o həyəcanın və s. toplanması ilə. Deyir, hansı stagedə o turnamenti atdı? Stage verilməmişdi ki, başlanğıcda atdı, sonda atdı, vermədi. Simptomları deyir onun performansının turnament zamanı. Nəfəsi və ürəyi ilə bağlı simptomları var idi. Deyir ki, necə ölçdü o stress levelini? Bizdə measures verilməmişdi. Nəyə görə deyir ki, onun aspektlər deyir ki, onun stresini artırdı. Bu excitement falan idi də onun stresini artıran. Onun sosial media postuna olan reaksiyonlar yox idi. Yenə gəlirəm bura. Görürsüz, paralel işləmə strategiyası budur. Bir sports person idi də, düzdürmü Emma və öz experience-ini danışmışdı stressin. Bunu da yoğunlaşdırıq. Bir dənə bu study olan qaldı bizdə. Keçə 25-26-nı paragraf 2-dən işləməyə çalışaq. Yenə birinci bunu oxuyuram. Görürsüz, buranı hələ oxumamışam. Anxiety deyir ki, common experience, nə vaxt ki, onlar pressure altındadılar. Anxiety artıra bilər ürək döyüntüsünü falan. Bir sıra nələrə səbəb olur onlardan danışır bizə. Anxiety həmçinin concentration artıra bilər, özünü kontrolu və overthinkingə səbəb ola bilər. Deyir ki, bu personın experience, anxiety experience asılıdır tələblərdən və resurslardan onların sahib olduğu. Anxiety deyir özünü təkrarlaya bilər excitement formasında, nervousness formasında, yəni asılı olaraq. Negative stress responsları həm fiziki, həm mental təsir edə bilər və əgər repeated təkrarlansalar, bunlar ürək xəstəliklərini və depressiyaya gətirib çıxaracaqlar. Deyir faktorlar hansılar ki, onların daha nə qədər, bu sözü yadda saxlayın, ciddi deməkdir. Nə qədər ciddi olduğunu, yəni şiddətli olduğunu müəyyən edir. Bəli, faktorlar nələri idi? Bayaq oxumuşduq. Bir dəqiqə hissəni tapın. Aha, bax, intensity-ni əvəz ediblər ondan. Demandlərdən və resursları idi da bu faktorlar, düzdür. How long it takes for its effects to become apparent? Effektlərinin görünür olması nə qədər çəkir? Bizə müddət haqqında heç nə verməmişdi, birini çıxdım. Simptomlardan hansı ən tez-tez rast gəlinir? Baxın uşaqlar, ən tez-tez, yenə müqayisə var. Mətndə ən tez-tez rast gəlinənlər haqqında verməmişdi deyə çıxdıq. Və burada which of its symptoms is deyir. Yəni simptomlarından biri ən tez-tez rast gəlməlidir, amma göstərməmişdi hansı biri idi o. Hansı tip atletlər daha çox ondan əziyyət çəkir? Heç bir məlumat yox idi. Deyir ki, zərər hansı ki atletlər onu çox tez-tez müşahidə elədilər. Too often-ın yerinə repeated deyirdi. Zərər də ki, heart disease və depression idi. Ona görə də iyi burada uyğun gələcək. Burada biz study söhbətini görmədik. İndi işlədiyimiz paragraflar çıxmaqla qalan paragraflarda study-ni axtaracağım. Bu arada birinin iki dəfə təkrarlanması burada artıq F-də təkrarlanıb deyə A bir-də ola bilməz məsələn. B-ni bayaq oxuduq, baxdıq, gördük ki, heç birinə uyğun deyil. C-də research sözünü görürəm. Research, yəni study. Daha sonrasında stress response və performance. Performancedan burada danışır.
Responsdan da danışırmı? Bəli, responsdan da burada danışır. Artıq bunu da eyni zamanda uyğunlaşdıra bilirik. Davam edirik part 3-ə. Part 3-də var bizim bu tip suallar çətin olur. Sona buraxmağınızı önərirəm. Yes, no, not given'ımız var və multiple choice'imiz var. Gəlin elə multiple choice sualları ilə də başlayaq. Gedək bu adamın adını tapaq. Adamın adı hansı hissədədir? Gəlin müəyyən eləməyə çalışaq. Görək hardadır. Burada olduğunu tapırıq. İndi oxuyuruq. Deyir ki, əksər individuallar performans levelına çatırlar. Ə, Məktəb with a gifted bir dəqiqə research most individuals can reach levels of performance as rated in school with a gifted and talented. Okay. Amma deyir ki, əksər individuallar çatırlar performans levelına əlaqəli məktəblərdə hansı ki istedadlıdırlar və yaxud da ki bacarıqlıdırlar. Amma onlar deyir ki, öyrədilməlidirlər düzgün attitudları falan məktəbdə. Bunlar məsələn meraklılıq hissi öyrədir, sorğulama hissi də yəni. Sonra onlara çox çalışmaq öyrədilməlidir falan filan. Belə deyib ki, onlar supporta ehtiyacları var həm evdə, həm də məktəbdə. Deməli, bir disiplini öyrənməlidirlər. Məsələ disiplin deyildi də, təkcə gördüyünüz kimi sorğulama qabiliyyəti falan da var idi və təkcə teaching staffdan danışmırdı ki, valideyn falandan da danışırdı. Bunu çıxdım. Peers ümumiyyətlə yaşı haqqında bax bu oldu nə? Not given. Bu da not given, çünki yaşlılar haqqında heç bir məlumat verilməyib. Sorğulama ruhu. Bəli, sorğululuq, curiosity demişdilər. C uyğun gəldi. Surpass ötmək. Hər kəsin deyir uğrunu ötmək. Digərlərinin uğru ötmək haqqında heç nə yox idi. Not given. Ümumiyyətlə bu tip multiple choice-lərdə siz iki variantı avtomatik çıxırsınız ki, burada bilə bilərdiniz ki, bu variant deyil və bu variant deyil və ikisinin arasına qalırsınız. Sonra deyirsiniz ki, okay, təkcə disiplin deyil də axı sorun. Bu C və öyrəndilər təkcə teaching staffı deyildi də, həm də valideynləri idi. Ona görə də bizim artıq burada düzgün cavabımız olacaq C variantı. Eriksonun research'ünün nəticəsi nə idi? Gedirəm bu adamı da tapıram. Burada. Okey. Deyir ki, o düşünmür ki, unik, nadir və anadan gəlmə bacarıqlar performansın əsas hissəsində artıyan ürəyidir. Daimi praktika sənin belə deyək də bir növ hər gün bir addım irəli çəkir və 10.000 saat eləyəndə sən artıq nəticəni əldə edə bilirsən. Deyir ki, bu magic number deyir. Ən yaxşı insanlar deyir ki, hətta onu daha çox deyir əlbəttə ki. Eriksonun memory research-ü maraqlı idi. Çünki random tələbələr, yəni adi tələbələr, hansılar ki, memory texniklərini study eləmişdilər, onlar ötdülər. Anadan gəlmə bacarığı olanları ötdülər, yəni giftidi ötdülər. Normal tələbə düzgün texnika ilə istedadını ötdü. Ada deyir ki, çox istedadlı uşaqlar ehtiyacları yoxdur özlərini inkişaf etsin. Əksinə bu false-dur. Çünki dedi ki, onlar inkişaf etdirməlidirlər. Çünki randomlar düzgün texnika ilə onu ötə bilər. Special gift-lə doğulmaq, ekspert olmağın key faktoru deyil. Bəli, dedi ki, orada düzgün texnikalar önəmlidir. Hətta burada deyirdi ki, hard deyil də. Physical exercise ümumiyyətlə yox idi, not given. 10.000 saat genius yaradır. Əksinə burada deyirdi 10.000-dən daha çox eləyirlər də ən yaxşı insanlar. Bu da false-dur. Ona görə də bizim cavabımız bu sual üçün olacaq B variantı. Və 40. Bu sözün mənası sondan ikinci deməkdir. Bu adam deyir ki, necə yüksək performanslılar öyrənirlər. O işləyir bir qrup uşaqla, həm Britaniyada, həm də abroadda. Deyir ki, research'ündə hansı ki baxdı detallarını 24 uşağın 3000 tələbədən, hansı ki who were succeeding, kim ki uğur əldə edirdi, baxmayaraq ki, onun çətin şəraitləri var idi. Onların yarısı məsələn məktəbdə pulsuz yemək götürürdülər kasıblığa görə. Yarısından çoxu tək valideynlə böyüyürdü. 4-dən 5-i disadvantage arealarda yaşayırdı. İntervyular bu strong evidence aşkar elədilər ki, nəyi aşkar elədilər? İndi biz onu eləməliyik. Deyir ki, adult və yaxud da ki, adults, yetişkin və yaxud da ki, yetişkinlər uşaqların həyatında kimlər ki, dəyər verir və dəstək verir təhsilə, bu ola bilər onların birbaşa ailəsində, yəni anası, atası ya da geniş ailəsində, nənəsi, babası və yaxud da ki, daha geniş communitysində dostları.
Onlar dəyərlidir də uşaqlar üçün. Uşaqlar danışılmalıdır deyir ki, hard work-ün, yəni məktəbdə ehtiyacı haqqında, məktəbdə dərsə qulaq asmaq və keep trying, yəni cəhd etməyə davam eləmək. Qidalanmaq haqqında değildi də, yəni təkcə, yəni məsələ tək qidalanmaq değildi və qidalanmanın önəmi haqqında değildi bu. Loving support of more than one parent. Bir valideyndən çoxunun dəstəyi. Ümumiyyətlə orada demədi ki, iki valideyn olsun da. Orada bizə ümumiyyətlə vermişdi ki, an adult or adults. Okay? Yəni more than one parent false-dur. A community which have well-founded facilities. Well-founded facilities deyildi məsələ. The guidance of someone, kiminsə nəzarəti, ki burada da demişdi eyni zamanda adult və yaxud da ki adultsın. Kim ki tanıyır learningin benefitlərini, kim ki dəyər verir və support verir education. So ona görə də düzgün cavabımız olacaq burada da D variantı. Daha sonra keçid edirəm yes, no, not given sualına. Keywordlərə baxaq. Intellectual prize deyir. Əvvəlləri heç işləməmişik, ona görə əvvəldən gedirəm. Nobel prize, bu bir intellectual prize-dır. Einstein-dən danışır. Gedək Einstein axtaraq. Şey demək istəyirəm. Siz əgər görsəz mənə deyin, dərsdə tələbələrimə deyirəm. Çünki mənim gözümdən qaçanda onlar görə bilir. Amma indi təəssüf ki, istəyə bilmirsiniz. Son olaraq uşaqlar doğulur istedadlı. Doğulur. Innate var idi. Bu ola bilər. Amma bəlkə bu çox uzaq oldu. Biraz bəlkə yaxında var. Ona görə axtarıram biraz yaxında. Innate həm burada da var. Və. Einstein-dir upset-də public views haqqında. Yine Einstein axtarırıq. İşləmədiyimiz paragraflar da ola bilər. Einstein. Tapdıq. Başlayırıq buradan. Deyir, əksər insanlar kim ki sonda qazanıblar prestijli intellektual prizlar, average standarta çatıblar, yəni təkcə çatıblar ortalama standarta, nə vaxt ki cavan idilər. İndi baxırıq belə. Okay, to reach someone special gifted excellent capability. Deyir ki, normalda gözləyirik ki, onların uşaqlıqda nə olsun, extraordinary abilities olsun. Amma deyir, biz daha yaxından baxsaq, fərqli bir story emerge edir. Bu adam oxuyaq, for the first couple of years. Yəni pis nəticə göstərirdi falan, daha sonradan inkişaf edilər. Yəni orta standart idilər də, yəni bunlar hələ cavan olanda. Yes. Bu arada burada Mirzəxani gördüm, guys. Mirzəxani hələ budur. Birazdan bunu işləyəcəyik. Einstein-dir, uğur qazanmadı cavan bir kişi kimi. Çünki onun confidence yox idi. Burada biz həm uğur qazanıb qazanmadığını, həm də eyni zamanda self-confidence-nə görə olub olmadığını müəyyən eləməliyik. Görürük ki, gec danışıb, politexnikə girəndə kəsilib ki, amma riyaziyyat fizika skoru yuxarıymış. İşdə ilk olaraq çətinlik çəkib, amma davam edib, sonra da nələrsə kəşf edib də bu adam. Okay, failure olub, amma confidence-in çatışmazlığına görə mi idi? Verməyib. Not given. Deyir, razılaşmaq çətindir ki, uşaqlar actually gifted doğulur, yoxsa yox. Və sonrasına verib ki, what is certain that? Əmin olduğumuz şey odur ki. Demək, əvvəlində əmin olmadığı şey deyir, düzdürmü? Deyir ki, jürinin belə deyək də, discussionlar var bunun üzərində ki, anadan gəlmə gifted olmaq və digər faktorlar potensial olaraq fərqi edirlərmi? Yəni, it is difficult da to reach agreement. Çünki ikinci tərəf əmindirsə, onda birinci tərəf də əmin deyirlər, yəni qərar verə bilmirlər. Yes. Einstein deyir, upset idi public view-suna görə, life work-una görə. Einstein-i burada tapdım. Early life, life-ından danışır burada. Amma bir məsələ var ki, curiosity, struggled, yəni biraz əziyyət çəkdi, amma yəni upset daha qəmli olmasıdır, emotion da verilməyib. Heç no işlətməmişik, yəqin ki, bunun cavabı no olacaq. Amma baxaq yenə də. Einstein deyir, uğur sürətini belə deyək, uğuru azalmaya başladı sürət cəhətdən. Nə vaxt ki, scientific questionlarla şey eləməyə başladı da, işləməyə başladı. İlk olaraq, bu arada Einstein biraz yuxarıda da var idi, tam əmin də deyiləm.
Bu hissədə, bu hissədə olacaq elə guys. İşdə deyir ki, ilk olaraq çətinlik çəkdim, amma sonradan nəhayət belə deyək də sürət davam elədi həmin sürətlə və sonradan da yenidən yazdı bu mexanikaları filan da. Yəni bu adam əzə çəkməyib. Bunu bir də baxaq. Upset mi idi insanların teorisi ilə bağlı? Ümumiyyətlə upset haqqında burada da verilməyib. Natiki bunu olacaq bu da. Keçək buna. Məryəm Mirzəxaniyə ilk paraqrafda olacaq. Deyir, hesab olundu öz sahəsində, yəni riyaziyyat sahəsində necəsə hesab olundu Məryəm Mirzəxani. Tək qadını idi bu Məryəm Mirzəxani ki, bu qazanıb da həmin mükafatı. Single-ın bir də unique-in arasında qala bilərsiniz. Single biraz fərqlidir də. O mənə gəlmir. Unique yəni nadir biri idi də, yəni və as special as necə hesab olunurdu? Assume o hesab eləmək, regard edin. Special xüsusi hesab eləmək, yəni ə, unique, nadir hiss eləmək, nadir hesab olunmaq. Ona görə nadir. Deyir ki, however, məhz hold little nə bilim nə. Riyaziyyat söhbətini axtarırıq hal-hazırda biz. Məhz wasn't her interest. Riyaziyyat onun marağı deyildi. Onda tuturdu az maraq. Maraq sözünü axtarırıq. Appeal, attract, cəzb etmə deməkdir. Appealing, attractive mənasını verir. Ona görə də burada da olacaq A variantı. Həmişə buna gözünüzün qabağında olsun. Postbilo, deyir ki, onun nəticəsi aşağı idi, bayaq onu oxuduqda. Puzzle-ın yerinə görə nə yazmış ola bilərlər? A famous problem from a magazine yazıblar. And that fascinated her. Onu heyran elədi və ona bir növ bağımlı oldu da. She was, okay, cəzb olundu. Fascinated'in sinonim olaraq. See. Deyir, o sorğulayıcı beyni var idi və sübut elədi özünü, nə bilim necə olmaq, nə vaxt ki, işlər düz getmir. Gəlin baxaq. İşlər düz getməyəndə hissəsini axtarıram. Baxın, curious'ı burada yazıblar. Excited by what she did and the result in the face of setbacks. Bu hissədə ola bilər. Excited by what she did. Etdiyi şeylə bağlı həyəcanlı idi bu. Okay. Sanki deyir, uzun bir yolculuqdaydım. Sonunu görmədiyim bir yolculuqdaydım. Amma davam eləyirdim də, like bu yolculuğu. Sübut elədi özünü necə? Gəlin nə çıxaq? Determined ola bilər. Qərarlı. Single uyğun gəlmir. Özünü achievement hesab elədi. Özünü devoted hesab elədi. Həsr olunmuş. Həm devoted uyğun gələ bilər, həm determined. Amma məncə determined daha uyğundur. Yəni pes eləməyən mənasında. Involved, no. Unique, no. Innovative, satisfactory. Yəqin ki, determined, yəni özünü qərarlı hiss elədi. Çünki like, uzun bir yoldaydım kimidir. Bu da determined bir işarədir. She got the greatest something. Greatest something, burada görürsünüz sıram pozub. Bəzən olur ki, sıra pozulur. The excitement of discovery and enjoyment. But the most rewarding part, the greatest əvəz olunub. Deməli, nə əldə eləyirdi ən böyük? Satisfaction. Buradaysa, she was disposed of some extremely. Guys, indi extremely mathematical studies isə adjective ehtiyacımız var. H, A, C, B, G-ni, C işlətmişik. H, okay, J, B-ni işlətmişik. A-yi də işlətmişik. Və bizim adjective ehtiyacımız var deyə bunu çıxdım. Qaldı bizdə D, G, F və I. Son suala baxıram. Mathematical studies, research into mathematics, original. Original nə deməkdir? Orijinal, yəni innovativ, yəni heç yerdə olmayan, təkrarlanmayan. Ona görə də I buna düzgün cavab olacaq. Bütün sualları işləmişəmmi? Bir check eləyim. İşləmişəm kimi görünür. Gəlin submit eləyək. Bir dənə false. Serves and decisions məsələsində səhvim var. Görək nə səhv eləmişəm bundan bağlı. 20-ci kortizol olan hissədə bizə lazım idi. Kortizolu hansı hissədə gətirib çıxarmışdıq? Feel good? No, I think.
Can continue to produce fear good serves. Tennis player'lardan danışır deyə ola bilər böyük ehtimalla. Expectation amma burada kortizol var mı? To the man, stitch shows for performance. Mən bu cavabla qətiyyən razılaşmıram. Çünki kortizoldan ümumiyyətlə bu hissədə danışılmır belə. Mənim düşüncəmlə cavab elə decisions olacaq. İstəyirsinizsə bunu gəlin hətta bir sayt üzərindən də sizlə bir yerdə yoxlayaq. Mən əgər aça bilsəm. So, Cambridge 19, test 2, 18 yazmışam, sorry. 19, test 2, reading answers. Maybe ola bilər ki, kortizol buradadır. Make worse decisions. Daha pis decisionlar. Fear good decisions. Ya, mənim dediyim məncə daha uyğun gəlir. Reading answers yazaq. Burada da eyni zamanda serves olaraq verilib cavab. Amma qeyd elədiyim kimi mən bu verilən cavabla razılaşmıram. Səbəbini də sizə qeyd elədim. İlk olaraq burada kortizol məsələsindən ümumiyyətlə danışılmayıb. Amma yenə də əmin olmaq üçün, sizi səhv yönləndirməmək üçün bu hissəyə baxacağım. Make first decisions, perform fully. Sorry guys, cavab bura görədir. Burada mən dayanmışam. Worst decisions az çox söhbəti yoxdur. More unsuccessful serves var gördüyünüz kimi. Hansı ki fear good serves'ün sinonimidir. Və mən hətta bayaq dedim ki tennis players. Tennis players-i də burada qeyd elədiyi üçün bəli, cavabımız bu hissədə serves daha düzgün bir variant hesab olunacaq. Bugünlük bu qədər. Ümid edirəm hər biri sizin üçün aydındır. Başqa bir sualınız olduğu təqdirdə də məndən soruşmağa çəkinməyin. Hələlik özünüzə yaxşı baxın.